Azərbaycanlı sürücülər, xüsusilə də beynəlxalq yük daşıma sürücüləri üçün sevindirici xəbəri var. Rusiya, MDB ölkələri və Gürcüstan vətəndaşı olan sürücülərin ölkə ərazisində qalma müddətini uzadıbdır. Məlumata əsasən Rusiya hökuməti MDB ölkələrindən və Gürcüstandan olan peşəkar sürücülərin Rusiya ərazisində müvəqqəti qalma müddətini 180 günə qədər artırıb və müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc olunubdur. Sənədə əsasən MDB üzv dövlətlərin, habelə Gürcüstanın beynəlxalq avtomobil daşımalarını həyata keçirən peşəkar sürücülər vizasız qaydada Rusiyaya daxil olduqları halda bir təqvim ili ərzində ümumilikdə 180 günədək ölkədə qala biləcəklər. Bu imkan yalnız həmin şəxslər müəyyən edilmiş qaydada Rusiyaya giriş və ölkədə qalmaq məqsədi ilə ərizə təqdim etdikdə tətbiq olunacaq və qeyd edim ki, bu qərar 30 iyun 2026-cı il tarixindən qüvvəyə minir.